İstedadlı qarmon ifaçısı Rəşad Muradoğlu'nun müşayiəti ilə mənim qələm aldığım şeirləri öz məlahətli səsləri ilə televiziya ekranlarında işıqlandıran əməkdar artist Elnur Zeynalov və Güllü Muradovaya həsr edirəm. Həzin nəğmələr. Üzündə təbəssüm, gözlərində nur. Nəğmə oxuyurlar Güllü ilə Elnur. Hər bir kəsin damarında qan donur. Mənəvi zövq alar, dincələr qəlblər. Ruha qida verər, həzin nəğmələr. Onların ağzından çıxan hər nida qəlblərə ruh verir, mənəvi qida. Allah vergisidir bu səs, bu səda. Muğamı dinləyən qəlblər kövrələr. Ruha qida verər, həzin nəğmələr. İlahi bəxş edib məlahətli səs. Şaqraq zil zəngulə, xoş avazlı pəs. Səslərin dinləyib zövq alır hər kəs. Könüllər oxşayar, qəlbə nur ələr. Ruha qida verər, həzin nəğmələr. Şeiri qələm aldı və səsləndirdi nəğməkar şair Malik Tağıza. Mənim qibləgahım cənnət məkanım. Mənim qibləgahım cənnət məkanım. Göz açdığım diyarımdır Qarabağ. Aldığım nəfəsim, qaynayan qanım, ürəkdə şah damarımdır Qarabağ. Qoynumda göz açdım, dünyaya gəldim. Sevincdən şadladım, qəmdən kövrəldim. Səfər qoynunda gəzib dincəldim. Gül çiçəkli baharımdır Qarabağa yaman canım. Bura bir yer diyardır, cennet gülşen. Bura bir diyardır, cennet gülşen. Gezdim karış karış könlüme şenli. Sıldırım kayalı yaşıl meşeli. Başı karlı dağlarımdır Qarabağ. Musiqi beşim pir qibləgahıma. Musiqi beşim pir qibləgahım. Bayatı şirazım şu çagahım. Ruhları oxşayan rastım seygahım. Kamanımdır, hem tarımdır Qarabağ. Soruşmaq istəsən bax, soruşmaq istəsən Malikin varım. Ey otlar ölkəsidir Azərbaycanım. Canan şöhretin şanı.